بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin izniyle Şeyh Abdurrahman bin Hasan Rahimahullah'ın Tevhid Kəlməsinin Mənası adlı risaləsini Şeyh Əhməd bin Ömər Əl-Həzimi Hafizahullah'ın şərhi ilə oxumağa davam edirik. Və bundan sonra Şeyh Rahimahullah Abdurrahman bin Hasan buyurur ki, sen bunları bildiğin zaman Allah Resulü sallallahu aleyhi ve sellemin İslamın qəribliyinə dair zikr etdiyi dəlilləri də bilərsən. Hansı ki, yuxarıda İslamın qəribliyinə dair dəlilləri Allah Resulü sallallahu aleyhi ve sellemdən hədislərlə zikr etdi. O, Səvban radiyallahu anhunun hədisində olduğu kimi ümmətin içərisində meydana gələn şirkdir. Bu hədislər zikr olunacaq. İslamın qəribliyi nədir? Bu ümmətin içərisində meydana gələn şirk. Yəni, sən bunları bildiyin zaman, yəni tövhid kəlməsinin mənasını bildiyin zaman ki, bu la ilahe illallah kəlməsidir. Allah Resulü sallallahu aleyhi ve sellem ona gələn vəhiy ilə xəbər vermişdir ki, şirk bu ümmətdə yenidən ortaya çıxacaqdır. Hədislərlə sabit olmuşdur ki, Allah Resulü sallallahu aleyhi ve sellem xəbər verir ki, bu ümmətdə şirk yenidən ortaya çıxacaqdır. Burada qəsd olunan böyük şirkdir. Ümmətdə qəsd olunan isə dəvət yox, icabət ümmətidir. Yəni bilirsiniz, ümmət deyildikdə iki şey qəsd olunur. Var dəvət ümməti, Allah Resulü sallallahu aleyhi ve sellemin dəvətinin çatdığı hər kəs bu ümmətə daxildir. İstər o dəvəti qəbul etsin, istər qəbul etməsin. Yenə də Allah Resulü sallallahu aleyhi ve sellemin dəvətini eşidibsə, bu həmin dəvət ümməti. Bir də var icabət ümməti. İcabət ümməti, yəni Allah Resulü sallallahu aleyhi ve sellemin dəvətinə icabət edən tövhid əhli. Bunlar icabət ümmətidir. Hədisdə Allah Resulü sallallahu aleyhi ve sellemin dediyi kəslər, hansı ki şirkə bulaşacaqlar, bu ümmətdə şirk yenidən ortaya çıxacaq, bunlar icabət ümmətidir. Yəni müvahid olan, tövhidi özlərinə din edən ümmət. Sonra şirk onların arasında yayıldı və əvvəlki vəziyyətlərinə qayıtdılar. Lakin bu ümmətin bəzisində baş vermişdir. Ümmətin hamısı şirkə bulaşmamışdır. Şirk 3 xeyirli nəsildə baş verməmişdir. Necə ki İbn Teymiyyə Rahimahullah çox faydalı risaləsi olan İslam və iman əhli ilə şirk və nifaq əhlinin ibadətləri arasındakı fərqi göstərən əzəmətli qaydalar risaləsində bu haqda zikr etmişdir. Şirk və İslam əhlinin ibadəti. Onların hər biri Allah Əzzə və Cəlləyə ibadət edirlər. Münafiq də həmçinin Allah Əzzə və Cəlləyə ibadət edir. Müşrik də həmçinin Allah Əzzə və Cəlləyə ibadət edir. Lakin ixlas və tövhid əhlinin ibadəti ilə başqalarının ibadəti arasında fərq vardır. Yəni, hər biri ibadət edir. Bəzən cahillər, zındıq murciyələr belə bir iddia atırlar ki, bunlar ibadət əhlini təkfir edir. İbadət edənlərə kafir deyir. Yəni, ibadət əhli olması bir insanın kafir olmasına maniyə deyil. Bir kəsin ibadət əhli olması onun təkfirinə əngəl deyil. Hansı ki, alimlər, elm əhli öz fiqh kitablarında bablar açıblar. Kafirin arxasında namaz qılmanın hökmü babı. Belə bir İndi bu murciyələrə bu haqda danışsan da onlara qəribə gəlir, dəhşətə gəlir. Necə yəni namaz, kafirin arxasında namaz qılmağın, namaz qılanda kafir olar bəyəm. Əlbəttə ki, yəni ibadətlər təkfirə maniyə deyil. İbn Teymiyyə Rahimahullah buyurur ki, sahabə, tabiin və ətbə tabiin zamanında necə ki İmam Malikin, Əbu Hənifənin və başqalarının zamanında İslam diyarlarında qəbirləri məscid etmək yox idi. Qəbirlərə tərəf namaz qılmaq və qəbirlərə, məşhədlərə səfər etmək yox idi. Həqiqətən qəbirləri, məşhədləri məscid etmək və onlara səfər etmək 3 xeyirli nəslin dövründən sonra ortaya çıxmışdır.
Qəbirlərin yanında Allah Əzə və Cəlləyə dua edilməz. Hətta orada Allaha dua qəsd olunsa belə bu bidətdir. Qəbirlərin yanında Allaha belə dua etmək nədir? Qəsd olunsa bidətdir. Yəni təvəssül etmək ki, ya Rabbi falan kəsin bu qəbir sahibinin hörmətinə, bunun üzü suyu hörmətinə falan dua etmək nədir? Bidətdir. Qaldı ki, qəbirlərin başında qəbir sahibinin özünə dua etmək necə olsun? Hansı ki, qəbirlərin başında belə deyirlər. Mən səninlə şəfaət istəyirəm. Necə ki, bunu nəsranilər edirlər. İbn Teymiyyə rahimehullahın bu sözü, qardaşlar, həmçinin zamanımızdakı cəhmi dəvətçilərinin, şirk edənlərin üzürlü olduğunu, İslamdan çıxmadığını ispat etmək üçün sahabədən, tabeyindən və ətbə tabeyindən dəlil gətirməyə cəhd etmələrinə rəddiyədir. Bugün murciyə, cəhmiyə dəvətçiləri şirk edənlərin İslamdan çıxmadığını, cahildilərsə İslamdan çıxmadığını ispat etmək üçün sahabədən, tabeyindən, hətta Allah Rəsulü sallallahu aleyhi və səlləmdən dəlillər, nəqillər gətirməyə çalışırlar. Onlar ispat etmək istəyirlər ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm, sahabələr və tabeyinlər şirk edəni müsəlman görüblər. Şirk edən müsəlmanı təkfir etməyiblər. Hansı ki, bu onlara atılmış iriyənc iftiradır. Necə ola bilər ki, onların zamanında şirk baş vermədiyi halda belə bir şey iddia olunsun? İbn Teymiyyə rahimehullah buyurur ki, 3 xeyirli nəsildə şirk ortaya çıxmayıb. Sən necə iddia edə bilərsən ki, sahabə, tabein şirk edəni təkfir etməyib? Bəyəm onların zamanında şirk edən olub ki, xeyr. Hansı ki, Zat-ül Ənvat hədisini dəlil gətirirlər, böyük şirk kimi. Ki, sahabələr böyük şirk etdilər, Allah Rəsulü sallallahu aleyhi və səlləm onları təkfir etmədi. İriyənc bir iftira. Sahabələrə böyük şirk nisbət edirlər. Bugünkü 3-5 müşriki təkfir etməmək üçün, onlara üzr gətirmək üçün sahabələrə belə böyük şirk nisbət edirlər. Ki, necə ola bilər? İbn Teymiyyə rahimehullah buyurur ki, onların zamanında şirk baş verməyib. Bunlar isə onu inkar edirlər. Deyirlər ki, nəinki şirk baş verməyib, sahabələr belə böyük şirkə bulaşıb. Allah Rəsulü sallallahu aleyhi və səlləm onları təkfir etməyib. Bu, həm Allah Rəsuluna sallallahu aleyhi və səlləm, həm də sahabələrə iriyənc, çirkin bir iftiradır. Yəni, əlbəttə, nə Allah Rəsulü sallallahu aleyhi və səlləmdən, nə sahabədən, nə tabeyindən, nə də ətbə tabeyindən böyük şirk edənin İslamdan çıxmadığı, İslamı pozulmadığı haqqında heç bir nəqil mövcud deyil. Bu xəbis firqə yalnız dinin furu məsələlərində olan cəhaləti, dinin əsli olan tövhidlə qiyas edərək dəlil gətirməyə çalışırlar. Məsələn, namazı səhv qılan, orucun vaxtında xəta edən, ağ sap, qara sapdan seçilməsi məsələsində bəzi sahabələrin cahil olmasını, xəta etməsini, buna baxmayaraq Allah Rəsulü sallallahu aleyhi və səlləmin onlara orucu təkrar tutmağı, namazı təkrar qılmağı əmr etməməsini dəlil gətirərək, bunu böyük şirklə qiyas edirlər. Və bu məsələlərdə cəhalətin üzür olduğu kimi, şirkdə də cəhalətin üzür olduğunu deyirlər. Deyirlər ki, müsəlman böyük şirk edərsə, cahildir və İslamdan çıxmır. Necə ki, bir kəs günəşin batdığını zənn edib, orucunu açarsa və sonra ona günəşin batmadığı xəbər verildikdə, orucu batıl olmur. Bu şəkildə batil qiyas, zənn etmirəm ki, iblisin beyninə gəlsin. Şeyx deyir ki, dinin furu məsələsində orucunda xəta edən, namazında xəta edən bir kəsin cəhalətinin üzür olmasını böyük şirkdə də dəlil gətirərək qiyas etmək, zənn etmirəm ki, bu iblisin beyninə gəlsin. Bu batillərin ən batildir. İmam Müslim rahimehullahın səhihində Səvban radiyallahu anhudan gələn hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimdən bir dəstə bütlərə ibadət etməyə başlamayınca qiyamət qopmayacaq. Yəni İmam Əbu Davud və İbn Məcənin sünənində gələn hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurur. Ümmətim üçün ən qorxduğum şey azdırıcı imamlardır. Burada qardaşlar, azdırıcı imamlar dedikdə həm alimlər, həm də əmr sahibləri qəsd olunur. Əgər aralarında Allah Rəsulü sallallahu aleyhi və səlləm davam edərək buyurur ki, əgər aralarında qılınc çəkilərsə, qiyamətə qədər qınına qoyulmaz. Ümmətimdən bir qrup müşriklərə qoşulmadıqca və bütlərə ibadət etmədikcə qiyamət qopmaz. Allah Rəsulü sallallahu aleyhi və səlləm hədisdə bu kəslərin
bütlərə ibadət edən olaraq isimləndirdi. Hədis zahiri mənasında dəlalət etməkdədir. Onlar bütlərə ibadət etdiyi zaman artıq İslam dinindən çıxmış olurlar. Bu hədis həmçinin quburilərə də rəddiyədir. Hansı ki, onlar bu ümmətdə bütlərə ibadət şirkinin baş verməyəcəyini, çıxmayacağını, ümmətin təkrar bütlərə ibadətə qayıtmayacağını iddia edirlər. Onlara görə Allah Rəsulü sallallahu aleyhi və səlləmdən sonra bu ümmətin təkrar əvvəlki bütlərə ibadətə dönməsi mümkün deyil. Şübhəsiz ki, bu batil bir iddiadır. Yəni İmam Buxari və Müslimin səhihində Əbu Hüreyra radiyallahu anhudan rivayet olunan hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurur: Devis qəbiləsinin qadınlarının ayaqları Zülxüləsə bütününün ətrafında titrəmədikcə qiyamət qopmaz. Həmçinin bu hədis də onların həmən bütə yaxınlaşmaq üçün tavaf edəcəklərinə dəlalət etməkdədir. Yəni Allahdan qeyrisinə ibadət edəcəklər və bu da şirkin həqiqətidir. Odur ki, deyirik, bütün bu hədislər yuxarıdan bəri dediklərimizin təsdiqidir və bu dedilənlər hamısı baş verməkdədir. Bu ümmətin bir qismi həqiqətən bütlərə ibadətə artıq dönmüşdür. Yəni İmam Müslimin Ayşə radiyallahu anhadan mərfu olaraq etdiyi rəvayətdə buyurur ki, Lat və Üzzaya ibadət edilmədikcə gecə və gündüz getməyəcək, yəni qiyamət qopmayacaq. Lat və Üzzaya ibadət edilmədikcə. Yəni bu ümmət Lat və Üzzaya necə ibadət edəcək? Lat və Üzza bütünə təkrar necə qayıda bilər? Bu mümkündürmü? Bəli, mümkündür. Necə? Şeyx Süleyman bin Abdullah rahimahullahın dediyinə görə deyir ki, deyilənə görə Taifdə İbn Abbas radiyallahu anhuya nisbət olunan qəbir əslində Latın qəbridir. Şeyx Muhammed bin Abdülvahhab rahimahullahın zamanında insanlar İbn Abbasın qəbrinə ibadət etməkdə idilər. Deyilənə görə həmin qəbir saxtadır, həqiqi deyil. Həqiqətdə isə o Latın qəbridir. İnsanlar ona ibadət edirlər. Bu isə hədisi təsdiq etməkdədir. Şeyx Süleyman rahimehullah buyurur ki, insanlar bu qəbrə ibadət edir, tavaf edir, ona nəzir deyir, ehtiyaclarını ondan istəyirlər. Bunlar İbn Abbas radiyallahu anhunun qəbri hesab olunan yerdə baş verməkdədir. Bu dəlalət edir ki, hədisdə gəldiyi kimi ümmətdə böyük şirk artıq baş verməkdədir. Ümmət artıq Latın qəbrinə ibadət etməkdədir. Bu Allah Rəsulü sallallahu aleyhi və səlləmdən əvvəlki müşriklərin etdiyi şirkin eynisidir. Onlar necə bütpərəst idilərsə, bunlar da eyni bütpərəstdirlər, müsəlman deyillər. Şeyx Abdurrahman Qurratul Uyun əsərində buyurur ki, bütlərə ibadət etmə fitnəsi Şeyximiz Muhammed bin Abdülvahhab rahimehullah dəvətə başlayana qədər davam etmişdir. O dəvətə başlayana qədər insanlar bütlərə ibadət edirlər. Hətta o vaxta qədər bu əməli inkar edən bir nəfər də bilinmirdi. Bu əməli bütlərə ibadət etməyin batil olduğunu, şirk olduğunu inkar edən heç kəs yox idi o vaxta qədər. Yəni insanlar bunun dindən olduğunu zənn edirdilər. Bunu təvəssül adlandırırdılar. Elə zənn edirdilər ki, şirk yalnız Allah ilə yanaşı başqa bir yaradan olduğuna etiqad etməkdir. Hətta Allah Şeyxülislam Muhammed bin Abdülvahhabı göndərdi və o insanları bu əməlləri tərk etməyə, yalnız Allaha ibadət etməyə, ona heç bir şeyi şərik qoşmamağa çağırdı. Şeyx Muhammed bin Abdülvahhab rahimehullah ümmətimdən bir dəstə bütlərə ibadətə qayıtmayınca qiyamət qopmaz hədisi haqqında buyurur ki, yəni müşriklərə qarışacaq və İslamdan çıxacaqlar. Əbu Hüreyra radiyallahu anhu buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm Allahın yardımı və fəthi gəldiyi zaman Nəsr surəsi, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, hansı ki Nəsr surəsi 1-2 ayə, ayəsini oxuduqdan sonra belə buyurdu. Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurdu. İnsanlar dəstə-dəstə İslam'a girdikləri kimi, dəstə-dəstə də İslamdan çıxacaqlar. Bu hədisi Həkim Müstədrəkində səhih sənədlə rivayet etmişdir. Yenə Cabir bin Abdullah radiyallahu anh buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurdu, həqiqətən insanlar dəstə-dəstə Allahın dininə daxil olduğu kimi, dəstə-dəstə də çıxacaqlar. Bu hədisi də İmam Əhməd rivayet etmişdir.
Yəni bu hədislər hamısı bir-birini dəstəkləməkdədir. Yəni insanlar böyük şirkə və digər küfürlərə bulaşmaqla İslam millətindən çıxacaqlar. Müəllif rahimehullah bu hədisi zikr etməklə, bu iki hədisi zikr etməklə Allah Rəsulü sallallahu əleyhi və səlləmin xəbər verdiyi şeyi, artıq qəbirlərə, ibadətlərə yönəlməsini, insanların qəbirlərə ibadətə yönələrək İslamdan çıxmasını, qəbirlərə ibadətin bütlərə ibadətlə eyni olmasını, Məkkə müşriklərin necə qəbirlərə və bütlərə ibadət etməklə bütpərəst olduğu kimi, bugün də la ilahə illallah deyən, mən müsəlmanam deyən kəslərin qəbirlərə, bütlərə ibadətə yönəlməklə eyni Məkkə müşrikləri kimi bütpərəst olduğunu isbat etməkdədir. Bununla kifayətlənək qardaşlar. Subhanəkə Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.